Sonra şeyh buyurur ki, rahimehullah, və lihəzə, ona görə, yəni bu keçdiklərə görə, nə ki, keçib qabaqçıdan, və lihəzə səmmu əhlil kitab olsunlar. Əhli kitab və əhl-i sünnə adlanır. Yəni əhl-i sünnə və cəmaət. Şeyh burada, rahimehullah, deyir ki, ne üçün əhl-i sünnə və cəmaət deyiblər? Nəcat əhlinə. Nəcat əhlinə ne üçün əhl-i sünnə və cəmaət deyiblər? Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem yolunda gedənlərə ne üçün əhl-i sünnə və cəmaət deyiblər? Bax, bunlara görə, bu şeylərə görə, hansı ki, keçdik. Bundan qabaq, ona görə. Çünki onlar, deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem yolundan gedirlər və Quranda nə gəlib, hamısını sadiq sayırlar, bidətdən uzaqdılar və Peyğəmbər sallallahu aleyhi ve sellem və xəlifələrin tutduğu yolla gedirlər. Və ona görə əhl-i sünnə və cəmaət adlanırlar. Və sonra şeyh buyurur ki, وَصَمُوا أَهْلُ الْجَمَاعَ لِأَنَّ الْجَمَاعَ هِيَ الْاِجْتِمَاء وَضِدُّهَا فُرْقَةً وَضِدُّهَا فُرْقَةً. Deməli, həmçinin cəmaat əhli adlanır. Əhli cəmaat. Ne üçün? Çünki cəmaat bir yerdə cəm olmaq deməkdir, bir məsələdə. Və ziddi isə cəmaatın ayrılmaqdır. Yəni, əhl-i sünnə və cəmaat. Cəmaat nöş deyilir sünnətə görə. Çünki sünnət, yəni Peyğəmbər salsın yolu cəmaat eləyir, bidət isə ayırır. Aleyhisselam. Və sonra Şeyh Rahimullah buyurur ki, وَاِنْ كَانَ لَفْسُ الْجَمَاءَ قَدْ صَدَرَ اِسْمًا لِلَفْسِ الْقَوْمِ مُجْتَمَيِّنَ. Baxmayaraq, cəmaat hər bir dəstəyə deyilə bilər, adı bir fikrə yığışan cəmaat deyilə bilər. Və lakin, bu əhl-i sünnə vəl cəmaat əhli məhz, yəni Peyğəmbər sallallahu sünnətinə gedənlərədir. Bu işlə onlara aiddir. Və ona görə şeyh buyurur ki, rahimullah, bu kəlmələrindən sonra biz yenə deyirik, şeyh qıssa danışır və lakin çox geniş danışır. Qıssa kəlmələrlə aydın, dəqiq və lakin çox mənalı, yəni böyük bir dənə məsələni qısaldır bir dənə kəlmədə deyir. Və sonra şeyh buyurur ki, وَالْاِجْمَعُ هُوَ أَصْلُ الثَّالِسِ الَّذِي يُعْتَمَدُ عَلَيْهِ فِي الْعِلْمِ وَالدِّينِ. İcma isə üçüncü əsasdır. İcma, hansı ki, elmdə və dində ona ehtimad edirlər. Yəni, onu dəlil kimi sayırlar. Çünki dəlil neçədir? Quran, sünnə, icma. Quran, sünnə, sonra gəlir icma. İcma da dəlildir. Məsələn, icmai dəlil, məsələn, Quranın cəm olması. Bu surələrin, biz bilirik ki, surələr belə gəlməmiş daxil, dalbadal. Qarışıq edir surələr, məsələn, görürsən, Ələq surəsi ən birinci gələn ayələr var içində və lakin Quranın axırındadır. Lakin Bəqərə, məsələn, Mədinə ayələrindəndir, Mədinə surələrindən və lakin Quranda ikinci surədir. Bəzi surələri tərtibin Peyğəmbər salsın demişdi, bundan sonra budur, bundan sonra. Amma o surələr ki, deməmişdi, onları sahabələr iştihad etdilər. İştihad. Və icazə verir iştihad etmək. Onlar iştihad etdilər, hamısı müttəfiq oldu ki, bəli, belə eləyək. Nas axırda olsun, Nasdan qabaq fələq olsun, Nasdan fələqdən qabaq ixlas olsun və buna deyilir icma. Dəlil nədir ki, Quran belə olmalıydı? Yaxı, Quranda yazılmayıb bu cür dəlil, Quran surəsi bu surədən və hədisdən. Dəlil oldu ki, icma. Sahabələr, Əli ibn Əbi Talib və başqa sahabələr hamı oturmuşdu orada və hamı ittifaq etdi ki, icma oldu ki, bəli, bu Qurandır. Və həmən Quranla da Əli ibn Əbi Talib radiyallahu anhu xəlifə olanda hökm verirdi o Quranla. Elə də o. Və icma lüğəti mənadır, ümumiyyətlə bu kəlmə bir şey əzm deməkdir. Yəni bir şeyə istəyi deməkdir. Onu çalışmaq deməkdir, onu doğru. Və həmçinin ittifaq mənasında da gəlir. İcma kəlməsi, ittifaq. İttifaq olunur ki, bu məsələ belədir.
Valla ki, şəri mənada isə odur ki, bir əsrdə müsəlman ümmətinin əsrlərinin birində alimlər bir dini məsələyə ittifaq etmələridir. Bu şəri. İslam ümmətinin əsrlərinin birində müsəlman alimlərinin dini məsələnin birində ittifaq etmələridir. Yəni, yığışıb hamısı ittifaqdır ki, bəli, bu ağdır. İcma budur. Şeyx bu, deməli, dəlil deməli, üçdür bizdə. Quran, sünnə, icma. Və lakin şeyx burada dedi ki, rahimullah, dini məsələlərdir. İcma dəlildir dini məsələlər, dünya məsələdə yox. Yəni, dünya məsələlərdə icma dəlil deyil. Və ümumiyyətlə, amma Quran, sünnə bilirsiniz ki, bunlar əsildən elə məstərdirlər. Lakin icma bunlarından sonra gələndir, bunların üzərində qurulan. İcma da gələk kitab, sünnə üzərində qurulsun. Birdən 5-6 dənə bidət gələr, deyə bilər ki, Məkkəyə uçmaq, məsələn, Moskva hava yollarına icmadır. 10 nəfər bizdə icma eləyib. Bu dəlildir. Bizdəki yox, dəlil deyil bu. Çünki Quran, sünnə üzərində qurulmayan icma sayılmaz. Aydındır. Və icmanı etməlidir, ittifaq etməlidir Quran, sünnə ilə gedənlər. Bidətçilərin icması icma sayılmır. Və sonra şeyx buyurur ki, ümumiyyətlə Quran, sünnə dəlillər çox Qurandan. Məsələn, Nisa surəsi 59-cu aya. Hansı ki, Allah subhanətlə buyurur ki, فَاِنْ تَنَزَعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ إِلَى اللّٰهِ وَرَسُولِ Əgər bir şey ixtilaf etsöz, o məsələni Allah, yəni Quran və Rasul, yəni sünnətin, hədislərin, səhiyyə hədislərin həll edin. Sonra Maidə 92-də Allah subhanətlə buyurur ki, وَاَتِيُّ və atiyu Rasul Mənə tabi olun, mənim Peyğəmbərimə tabi olun. Sonra Həşr 7-də Maidə 92 Həşr 7-də və mə ətəkum Rasul Peyğəmbər sallallahu sizin nə verib, götürün, nə istən çəkinin. Nisa 80-də deyir ki, kim Peyğəmbərə tabi olubsa, artıq Allaha tabi olub. Və s. Hansı ki, ayələr bu cür, Quran çox dəddinə artıq. Sonra şeyx burada, rahiməhullah, burada həmçinin Nisa 80 59 da Nisa idi. Şeyx deyir ki, icma huvəl əsl-ü salis. Üçüncü əsasdır. Quran sünnədən sonra. Lakin İmam Əhməd, rahiməhullah, deyib ki, icma yoxdur. Kimi desə icma iddialəsi, icma yalan danışır. İmam Əhmədin belə sözü var. Deyir ki, mən iddia icma fəhuvə kədib və mə yudrihi ləalləhum ixtələfun. İmam Əhməd deyib ki, kim icma iddialəsi ki, icma var, o yalancıdır. O sizə dəlil sahib görək, nə deyir də? Sahabələrdən sonra? Ümumiyyətlə, şeyx ümumən danışıb, ümumən gəldiyinə görə bəzilərində elə anlayış ola bilər ki, onda doğrudan sahabilərin də icması var, yox. Yəni, şeyx əsasən deyib ki, 3 əsrdən sonra icma məsələsi şübhəlidir, aleyhissalam. İcma məsələsi şübhəlidir, ne üçün? Çünki müsəlmanlar ki, ayrılmadılar, bölündülər, məzhəblər çıxdı ortaya, əqidələr cürbəcür və s. fikirlər 3 əsrdən sonra əsasən artıq belə şeylər olduğuna ayrılığa görə dedilər, artıq icma artıq çətin olar. Və məsələn, bəzilər sayır icma fəqət sahabələr, bəzilər tabinlər və İmam Əhməd təbii ki, 3 əsrin hələ olmadı və ya 3 əsrin neçəncidə vəfat edib İmam Əhməd? Rəhməhullah. Miladına yox. Burada miladı gəlmir. 200 neçədədirsə? 200 neçənci ildirsə? 254 deyil, mənim neçənci ildir. Yəni özü xeyrətdir. Özü xeyrətində olur.
İmam Əhməd. Deyib ki, kim icma iddia eləsə, o artıq yalandır. Yəni, 3 əsrdən sonra. Yəni, çünki müsəlmanlar ki, bölündülər, artıq icma, çətin oldu icma eləmək. Və yoxsa icma var və dəlillərindən, məsələn, icmanı Nisa surəsi 115-ci ayə oxuyur. Dəlillərdən, icmanı dəlil Nisa surəsi 115-ci ayə oxuyur. Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yolunda uyarsa, fikir et, dənə də oxa, yəni. Hər kəs özünə doğru yol aşkar olandan Əgər doğru yol aşkar, yəni Quran sünnəni eşidəndən sonra Peyğəmbərdən sallallahu aleyhi ve sellemlə yəni yolundan, üz döndərib hədislərindən üz döndərsə, yəni qəbul etməsə, dönsə, gedməsə o yolla, möminlərdən qeyrisinin həmçinin möminlərin bir dənə sünnədən dönmək kifayətdir. Həmçinin möminlərin yolundan. Möminlər sahabələrdir burada, ən birinci. Və bu icmaya dəlildir. Dəlil icma. Deməli, möminlər də dəlildir yolları. İcma. Bir də Peyğəmbər salsın yollarına kifayətdir. Möminlərin yoluna da dönsə, nə deyir? Uyarsa, onu başqa yola uyarsa, istədiyi yola yönəldə yaxşı yol sənə və cəhənnəmə varid edər. Bəli, orada da dayanacaq aydın ara. Orada nə pis yerdir. Deməli, bu ayə dəlillərdən biridir. Həmçinin hədislərdə gəlib ki, bəs baxmayaraq bu hədisdə ixtilaf var. Peyğəmbər sallallahu göy ki, deyib ki, mənim ümmətim zəlalətə cəm olmaz, yığışmaz. Zəlalət ətrafında yığışmaz. Və zəmlədilər, bu da hədis də dəlildir icmaya. Çünki əgər Peyğəmbər salsın deyir ki, mənim ümmətim zəlalətə yığışmaz, müttəfiq olmaz. Deməli, icma da dəlil gətirmək olmaz, çünki icma zəlalət xəta ola bilməz. Ola ki, bu hədis zəifdir, ola ki, ixtilaf var bu hədisdə. Şeyx Albani rahimehullah deyib həsəndir. Yəni, qəbul eləmək olar. Və biz də deyirik həsəndir. Necə şeyx deyir. Sonra buyurur ki, müəllif İbn Teymiyyə rahimehullah və hum yezinuna bi hadihi'l usulus salasa cəmi'i ma alayhi'n nas min aqwal və a'mal batina və zahira mimma lahu ta'alluq bid-din. Və hum onlar bu üç əsasla bütün insanların sözlərin və əməllərin batini və zahiri nə edilirsə bu dini məsələlərə bağlı bu üç əsasla yazırlar. Əleyhissalam, bu üç əsasla ölçürlər. Onlar kimlər? Onlar əhl-i-sünnə vəl-cəma. Əhl-i-sünnə vəl-cəma və ya indiki bəzi istilahlarla desək vəhabilər. Çünki vəhabi əslində yoxdur. Onu deyən əhl-i-sünnə demək istəyir. Yəni, o demək istəyir ki, Peyğəmbər sünnətindən gelmək vəhabilidir. Bu yazıq Muhammed də 3 əsr bundan qabaq yaşayıb. Yəni 3 əsr bundan qabaq, 300 il bundan qabaq, yəni belə şeylər deyən yox idi. Və onlar nədir? Biri də ki, tapdım, Teymiyçilər. Yaxşı tapdın, yaxşı. Yenə gedək onda. Teymiyyə də 7-ci əsrdir. Aydındır, yəni 6-7 əsr. Yaxşı, ondan qabaq bir 6-7 əsr buna nə deyirsən? Fikirləşiblər, nə deyək? Tapa bilməyiblər. Ya deyiblər Əhmədilər, yoxdur, Əhməd yaxşıdır. Qabla belə. Aydındır. Lakin bunlar hamısı şey yoxdur ki, batildir bu fikirlər. Və Əhl-i-Sünnə vəl-Cəma heç də vahabilik və s. şeydir, lazım olsaydı vahabi kimisə adına bağlasaydı özümüzü, deyərdik Şafii və ya Həmbəli və ya Maliki və ya Hənəfi. Aydındır, əimmələr və ya Cəfəri məsələn, imamlar Əhl-i Beyt, əfzəl də onlara bağlanmaq. Lakin, məsələn, Təbəri və s. Həzmi, Davudi və s.
əgər adla lazım olsaydı. Lakin əhl-i sünnə və cəmaət nöşdir, çünki Peyğəmbərə bağlılıqdır. Bu Peyğəmbərə bağlı. Yəni biz Peyğəmbərin əhli yolunda gedən əhildənik. Peyğəmbərin yolunda gedən əhildənik. Cəmaat da olmuşuq Peyğəmbər sallallahu yolunda gedməyimizə görə. Yoxsa heç kəs birimizi tanımırdıq. Peyğəmbər sallallahu sünnət, yəni yolu dediyi sözlər, etdiyi əməllər bizi hamısı birləşdirdi. Elhamdülillah ki, bu yoldayıq. Sonra şeyh buyurur ki, rahiməllah, vəl-icma'u əlləzi yandabitu və mə kənə aleyhi sələf-i salihin iz ba'duhum kəthurəl-ixtilaf və entəşərətil-ümmə. Şeyh burada İmam Əhmədin elə bir sözünə adını çəkməsə də şərh eləyir ki, İmam Əhməd ki, deyib icma yalandır, yəni hansı icma? Çünki şeyh buyurur ki, o icma hansı ki mötəbərdir, hansı ki sələf-i salih ittifak edib o məsələdə. Çünki onlardan sonra ixtilaf çoxaldı və ümmət yayıldı və bölündü. Ona görə artıq icma məsələləri qalxmaq çətin oldu. 3 əsr də nəzərdə tutulur. 3 əsr. Yəni, əsas icma, yəni 3 əsr. Lakin 3 əsrdən sonra nadir ola bilən məsələlər ki, icmadır. Nadir. Amma əsas icma, yəni möhtəbər, yəni 3 əsrdən müddətindədir. Lakin sonra ola bilər, lakin o nadirlərdir. Sonra şeyh buyurur ki, rahimullah, faslun fi minhəcə əhl-i sünnəti vəl-cəmaə fil-əmri bil-ma'rufi və nəhyi anil-munkar və qeyrəhə minəl-xisal. Təzə fəslə keçir, rahimullah. Deyir ki, əhl-i sünnə vəl-cəmaənin əmri bil-ma'ruf və nəhyi anil-munkar məsələsində minhəci, yəni yolu. Yəni əhl-i sünnə vəl-cəmaə əmri bil-ma'ruf və nəhyi anil-munkarda yolu. Yəni bunu necə edirlər? Və qeyrihə minəl-xisal və başqa bulan xüsusiyyətləri. Şeyh buyurur ki, ثُمَّهُمْ مَا هَذِهِ الْأُصُولِ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ. Əleyhisselam. Sonra deyir, onlar, yəni əhl-i sünnə və cəmaət, bu üsulla, hansı üsulla? 3 dənə, Qur'an, sünnə, icma üsuluna yaxşı əməllərə dəvət edirlər və pis şeydən çəkindirirlər. Yəni, əmr-i bil-ma'ruf edirlər və nəhy anil-munkar. Yəni, əhl-i sünnə və cəmaət dəvəti Qur'an, sünnə, icma əsasında dəvət gedir. Əmirlər, hansı ki, etmək lazımdır və nəhylər, hansı ki, ondan çəkinmək lazımdır. Şeyh burada buyurur ki, deməli, burada işarə edir ki, çünki bu sifət, yəni dəvət sifəti, əmr-i bil-ma'ruf və nəhy anil-munkar, bu ümmətin sifətlərindən biridir. Və əhl-i sünnə və cəmaət sifətlərindən biri, xüsusiyyətlərindən biri. Və Tövbə surəsi 71-ci aya oxusaq məsələn, orada Allah subhanət hala bu məsələyə toxunur və həmçinin Əl-İmran 104, Əl-İmran surəsi 104-cü aya Allah subhanət hala buyurur ki, وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ. Bu ayələr hamısı Əl-İmran 104 oxu tövbəni, məşhur tövbəni Əl-İmranı da oxu, işte Əl-İmranı. İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyə əmr edən və pis əməlləri qadağan edən bir cəmaat olsun. Bəli. Bunlar həqiqətən nicat tapmış şəxslər. Bəli. Yaxşı, deməli, şeyh burada əhl-i sünnə və cəmaət xüsusiyyətlərindən danışındır. Xüsusiyyətlərindən biri əmr-i bil-ma'ruf və nəhy anil-munkar, insanlar yaxşı əmələ çağırıb pis əməldən çəkindirmək, bu olan xüsusiyyətidir. Və şeyh də təbii ki, bu fikirlər hamısı Quran-ı sünnədən gəlir. Lakin əmr-i bil-ma'ruf və nəhy anil-munkar şərtləri var. Yəni, dəvətin şərtləri var. Tövbə 71. Şərtlərindən biri necə Şeyx Hüseymindir, rahiməhullah,
Birinci budur ki, nəyi ki dəvət eləyir, gərək elmi ola ondan. Məsələn, sən belə namaza dəvət edirsən. Sən özünün namaz barədə elmin olmalıdır. Sən namazı yaxşı bilmirsən, sən necə onu dəvət edirsən? Bir də onu sual verdi. Və ya məsələn, La ilahe tohidə dəvət edirsən. Deyirsən, La ilahe illallah və s. Muhammed Rasulullah sallallahu aleyhi ve sellem. Lakin elmin yoxdursa bu arada sənə dəvətin düzgündür. Sən öyrən, əməl et, birinci özün. Sonra dəvət elə. Və sonra səbir elə. O budur yol. Birinci bilmək, sonra əməl eləmək lazımdır. Bizdə bilmirlər. O saat əməl eləyirlər. Bilməyib əməl eləmək fəlakətə düşməkdir, halak olmaqdır. Birinci gəlib biləsən, sonra əməl eləyəsən. Ona görə Buxari rahimehullah buyurur ki, Əl-ilmu qabləl-qavli vəl-əməl. Elm sözdən və əməldən qabaqdır. Ona görə müsəlman bir şey eləməmişdən qabaq birinci gəlib öyrənməlidir bir məsələni. Məsələn, mən bilməsən namaz qılmağa gəlib, necə gəldi qılsam, düzgündür, gərək öyrənən namazı. Həmin zəkat vermək istəsən, gərək zəkatın əhkamlarını öyrənən. Həmçinin oruc və s. Həmçinin Quranda da Allah subhanətə deyir ki, fə'ləm ənəhu la iləhə illallah. Bilginən birinci la iləhə illallah, fəstəğfir li zənbik. Sonra istiğfar elə, yəni günahların bağışlamağını bilə. Birinci bilginən. Deməli, elm birincidir. Sonra əməl. Ona görə dəvət edən adam ən birinci gərək özü alim olmalıdır. Alim, yəni o deyil ki, yəni əlləm ol günə. Gedi o hardası yox. Bilginən nəyi dəvət edirsən, kifayət qədər, sonra dəvət edən. Şeyx burada Useymin də rahimehullah şərh eləyəndə bu sözü ayələr gətirib buna dəlil ki, birinci elm lazımdır hər şeydən qabaq. Maidə surəsi 48, Maidə 48, sonra İsra 36, sonra Nəhl 116. Bu ayələr hamısı qadağan edir elmsiz danışmağı. İsra 36, İsra 36. Oxu bir dənə. Maidən 48 oxu. Hə. Biz sənə haqq olaraq özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan kimi endirdik. Hə. Sən onların arasında Allahın nazil etdiyi ilə hökm et. Sən onların arasında Allahın nazil etdiyi ilə hökm et. Lakin hökm necə edəcəksən bilməsən. Yəni öyrənib sonra. Sonra nə deyir ayaq sonra? Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin et. Bəli, bəli, bəli. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Bəli. Lakin Allahın verdikləri ilə sizi imtihan etməsi üçündür. Sonra İsra 36 oxu. İsra 36 bir də Nəhl 116. Deməli, ən birinci şərt gərək elm ola və ümumiyyətlə insan gərək dəvət eləyəndə həmişə müəyyən məsələlərə baxmalıdır. Təbii ki, bilmək birinci. İkinci, dəvət etmək baxmalıdır, gücü çatır, yoxsa yox. Gücü çatan qədər dəvət eləməlidir. Gücü çatmasa dəvət eləməz. İsra 16? Yox, 36. Ha, İsra 36. Oxu bir dənə. Bilmədiyin bir şeyin ardınca getmə. Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı sorğu-sual olur. Soruşulacaq. Nə üç bilmədiyin şeydə ancaq yersən. Çünki bir gün cavab verəcəksən axı. Daha deməyəcəksən, ya Rab, mən getdim. Sən bildin, getdin. Sonra Nəhl 116. O qardaşlar ki, bəzi ayələrdən tutub hədislərdən bilməyib tutulanlara aiddir bu hamısı. Çox təəssüf ki, onlar o ayələr görürlər, bunları görmürlər. Nə bilməsən? Nəhl 116. Allahın hökmülə hökm vermək diliniz yalana vərdiş etdiyi üçün bu halaldır, o haramdır deməyin. Çünki Allaha iftira yapmış olur. Bəli. Allaha iftira yapanlar nicat tapmazdır.
Təbii ki, elmsiz Allaha iftira atmaq çoxdur. Düşmək labiddir, elmsiz. O görə sələf kim Quranla elmsiz danışırsa, laf düz danışsa da onu xəta edən kimi sayırlar. Düz danışsa da. Elmsiz. Çünki ola bilər, nəsə alındı bu ayə, lakin o birisi ayələr, bu bir dənə ayə də öyle axı. Sonra o birisilərini nə edəcəksən? Ona görə sələf, yəni, bu məsələdə biraz şiddətli oldular. Həmçinin müsəlman ümumiyyətlə dəvətdə həmçinin ikinci şərtlərdən də biri qüvvət gərək olmalıdır. Baxmalısan, qüdrətin çatır bu dəvətə, yəni dəvət eləməyə, yoxsa yox. Ona görə İbn-i Qeym Rahimullah gözəl qayda qoyub bizə, 4 dənə qaydadır. Dəvət ona ətrafında fırlanır. Baxırsan qaydaya, o 4 dənə, dəvət eləmək istəyəndə o saat 4 dənə qaydanı fikirləş. Birinci, sonra danış. Bax, əgər görürsən münkər, çünki Peyyambar salsın deyir ki, sizdən biriniz münkər görsəz, onu əlinizlə deyişin. Bacarmısınız dilinizlə, bacarmısınız qəlbinizlə. O da iman zəifliyidir əlamətlərindən. Lakin bu hədis kimlərə aiddir? Kimlərin qüvvəti var? Qüvvəti var. Məsələn, mən bir müəssisənin başçısıyam. O müəssisə mənimdir. Mən orada məsələn, bacararam müəyyən münkərləri götürüm. Əgər əlimlə götürə bilmirəmsə, onda gələk dilimlə deyəm. Dilimlə deyə də bilmirəmsə, onda qəlbimlə gələk dualayam, lakin bu da iman zəifliyidir. Amma ki, gücüm çatır, qüvvətim var, çatır. Lakin, eləmirəm, bu iman zəifliyidir. Amma məsələn, sən tutaq ki, indi çıx bayrağa, münkər doludur. Başda münkərləri ki, hədis gəldi ki, bəs Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qəlbimlə vermərəm, mən iman zəif olmaq istəmirəm. Bu saat deyil, yəni qüvvət. Baxırsan, gücün çatırsa, gücün çatdığın qədər şey elə. Allah Subhanahu taala deyir ki, "Fattaqullaha masata'tum." Mənə gücü çatan qədər ibadət edin, qorxun. Gücün çatmırsa, Allah Taala səndən istəmir. O Bəqərədə deyirsən, "Fattaqullaha masata'tum." Bəqərədə, hə? Mən sən say. Deməli, ona görə məsələn götür indi müsəlmanlarla kafirləri. İndi müsəlmanlar qüvvətlidirlər, yoxsa zəif? Zəifdirlər, bu uşaq da, başçı uşaq da bəlkə də bilər. Xüsusən müsəlmanların halına baxanda. Və bəzilər görürsən, o bayraqlar zad görür yuxularda, özləri bilmərlə danışırlar. Çünki onlar danışan şey fəlakətdir. Fəlakətə yoldur. Ona görə danışırlar, bilmirlərlə danışırlar. Və baxmırlar qaydalara əsaslanmaq, Quran sünnəyə əsaslanmaq. Hələ bir dənə zahirdən götürür ki, ayədə gəlib ki, bəs bilmədiyin şeyi danışma. Məsələn, qutardı, mən danışıram. Ayə gəlib ki, məsələn, harada kafirlər görürsünüz, öldürün. Fəqtulun müşrikinə kəfə. Məsələn. Və ya məsələn, fəqtulun müşrikinə heyt vəcəqlumuhum. Harada görürsünüz, müşrikləri durun. İndi bu ayəni necə görüb başa düşün? Əgər ağılla belə götürsən, öyle çıxır ki, yəni müşrik gördüğün gəlib öldürəsən. Hə. Gəlib evi yandırasan gərək. Və s. və s. Ona görə ayə, hədisdə müsəlman gərək elmlə yaşır. Elmlə. Baxma lazımdır, Peyğəmbər salsın bu ayədə nə deyib. Tapa bilməsən, bax sahabələr nə deyib. Yoxla özdə rivayətlər hamısın, səhihdir yoxsa yox. Sonra bax alim əhli nə deyib. Baxa bilmirsənsə, gücün çatmırsansa, onda danış o məsələdən. Ən salamat yol budur. Yoxsa o insan özünü fəlakət yapar. Ona görə baxmaq lazımdır, məsələn, həmçinin baxmaq, yəni, deməli, dəvət edəndə 4 dənə qayda əsaslanmalısan. Bax, münkər görsün. Fikirləşsin ki, bunu mən etsəm, tam əksi olacaqsa, yəni pisdir, yaxşı olacaqsa tam, qəti bilsən. Münkər yəni günah, asilik, küfür.
Qalanma küfür çıxıb. Məsələn, görürəm ki, biri içir. Münkərdir. İçən də asidir. Kafir də öyle asidir. Əgər müsəlmandırsa. İndi mən neyinim? 4 dənə qayda gəlir qalanma. Mən baxıram. Əgər mən danışsam, hərəkət eləsəm bir dənə, gəlib desəm ki, içmə götürsəm əlinə və ya desəm ki, eləmə. Bunu əks olacaqsa, içməyəcəksə o adam mənə vacibdir demək. Sənə vacibdir eləmək onu. Yəni, o demək öyle gəl götürəndən zat, təbii ki, əxlaqla, hikmətlə. Tanımalısan. Əlbəttə tanımalısan, tanımadan adamı. Təbii ki, İctihad edir. Yox, ictihad yox. Burada ictihad yox. Burada bilirsən ki, qəti ki, bu yaxşı olacaq. Məsələn, ya görsən ki, dostundur. Sözün keçir ona. O demək deyir ki, yəni çıx bahara gördün, bir dənə ora-bura əsəni küləklə tut belə. Yox, yəni söhbət gedir, əmr gəlir tanımalısan, təbii ki. Bilirsən ki, əgər əks olacaqsa, təbii ki, bu bildiyin yerdən, bildiyin adamlardan olur. Vacibdir sənə dəvət eləmək onda, inkar eləmək münkəri. Bu birinci haldır. İkinci hal, bilmirəm, əks olacaq 100%. Lakin bilirəm ki, münkər azalacaq. Münkər azalacaq. Onda müstəhəbdir demək. Vacib deyil. Müstəhəbdir. Üçüncü hal, bilmirəm, yaxşı olacaq yoxsa pis. Onda bax, iştihad elə onda var. İştihad üçüncüdədir. Onda iştihad elə, bax. İndi bax ki, yaşadığın yerə, insanların təbiətinə. Çünki insanlar təbiətində fərqlənirlər. Xüsusiyyətlərində, əxlaqlarında, mədəniyyətlərində. Bir millətlə, ola bilər, bir dəvət üslubu seçmirsənsə, o birisi millətlə o üslub gedmir. O üslub başqa eləyəsən. Başqa millətdə, hər millətin üslubu var dəvətdə. Ona görə, bax ki, harada yaşayırsan, təbii ki, əcnəbi bu üçüncüdə dayanacaq. Çünki o iştihad demək çətin olacaq olsun. Bir dənə elm əhli olsa, bəlkə bilə bilər. Desin, yoxsa yox. Amma məsələn, oralısa, bilir öz ölkəsinin, öz millətinin xüsusiyyətini, o iştihad edə bilər. Dördüncü hal, birdən düşün pis olacaq. Onda haramdır dəvət eləmək. Dəvət eləmək olmaz. Qoy içsin eştin ama, işin yoxdur. Dəvət eləmə. Dəvət eləyən haramdır. Bana İbn Teymiyyə rəhməhullah, Şamda tatallar girəndə Şama qarət edirdilər, içirdilər gündə, yatırdılar küçələrdə. O bəzi onun düşmənləri, müətəzilər əqidədə. Deyirlər, İbn Teymiyyə dəvətdən danışsan, dəvət elə də. O dedi, yoxdur, qoy içsinlər. Qoy içsinlər, yatsınlar. Çünki oyaq olsalar gəlib, müsəlman qadınlarla zina edəcəklər. Qarət edəcəklər evlərə, öldürəcəklər müsəlmanları. Yəni, baxırsan, hansı zərəri azdır, onu götürürsən. Aydındır. Ona görə, məsələn, fikir ver. Peyğəmbər sallallahu əleyhi və səlləm, müsəlmanlar sevinirdilər. Rumlarla farslar döyüşəndə Rumların tərəfini saxlayıblar. Və sevindilər Rumlar qalib gələndə. Məcusilərə. Çünki məcusilər idi. Bu küfrü, bu birisi küfrdən daha çoxdur. Az küfrə sevindilər. Aydındır. Ona görə və ya məsələn Yusuf əleyhissalam. Yusuf əleyhissalam Fironun naibi idi. Elə bir ki, başçıların naziri. Fironun. Ne deyirsən buna? Allah'ın şükür vermirdi. Ya, verə bilmirdi. Gücü satan edirdi. Lakin Peyğəmbər idi. İnsan deməli gücü çatan qədər eləməlidir. Gücün çatmırsa, eləmə. Gücün çatmayan şeyə eləsən, ancaq çoğuracaqsən. Bəzi müsəlmanlar görsən, soxublar başlarının elə şeylər ki, gücləri yoxdur, çatmır, həm mənəvi cəhətdən ölüdülər, həm maddi cəhətdən və s. Başdan soxurlar elə şeylər ki, gücləri yoxdur olan, güc çatmır. Allah kafirə kömək eləyir. Əgər adil olsa, əgər müsəlman zülm etsə, kafir adillik olsa, Allah kafirə kömək eləyir, adilə. Allah kafirin də duasını qəbul eləyir.
Əgər kafirə qarşı zülm eləsən. Möminin, Allah kafirin, əgər ola bilər kafir qoşunla müsəlman qoşunu döyüşsün, Allah kafirləri kömək eləsin. Əgər müsəlmanlar zülm eləsələr, kafirlər adil olsalar. Əsas da gərək adil olsa həmçinin dəvətdə. Bu da dəvət etməyə 3-cü şərtidir, adil olasan gərək. Qüdrətdən sonra. Elə də deməli qüdrət. Baxmalısan, qüvvətin çatır yoxsa, qüvvətin çatın qədər dəvət elə. Sonra şeyx buyurur ki, rahiməhullah burada, Useymin rahiməhullah, həmçinin 4-cü şərtlərindən də biri şeyxin kimi ki dəvət ilə, o da halın bilməlidir, kimdir? Tanımadan adam ehtiyatlı ol dəvətdə. Tanımırsan. Həmçinin gərək tanıyasan adamı. Yəni, laf tanımasan da dəvət eləmə. Tanış ol, sonra dəvət elə. Tanış ol, öyrən fikri nədir, şübhələri nədir, sonra düzgün dərman yazsan. Yoxsa, məsələn, başa alır, ürək dərmanı yazacaqsan, o dərman ona təsir eləməyəcək. Əksinə koruya bilər, həlak elə bilər onu. Aydındır? Birinci soruşmursan, haran ağrıyır, hətta görürsən, harası ağrıyır bunu, düzgün söhbət qurasan, düzgün dərman yazsan ona. Ola bilər, 1-2 seans səlim çəksin, 3 seans, 4 seans. Aydındır? Olmaz ki, yəni, gələn ki, kimsə otağa gəldi, resepti yox, qutardı, bunları söylə, sən qutar, sağaldın, qutardı, əlidir. Şəfa Allah subhanətədir mənə hidayəti. Sən dəvət elə və Allahdan hidayət istə. Qutardı. Yəni, belə adam var, dəvət elə, qutardıqda dəvət, bəsdir. Daha bunları Allah-u hidayət verir, qutardı. Bunu deyən, vallahi, həm ağıldan kəm insandır, həm də çox zəlalətlidir bu insan. Belə batıb gedən insandır, ağıl cəhətindən, həmçinin elm cəhətindən. Dünya xəbəri, şəriətdən heç xəbəri yoxdur, dünyadan da. Nuh 950 il yaşadı, 80 nəfər, ən çoxu 80 nəfər qəbul eləmişdi. Hər 70 ildə bir nəfər. Hər 60 belə ildə bir nəfər. Az da öldü, kifayət qədərdir. Hamısı qəbul etsəydi, yaxşı idi, say. Hə, yəni 100 nəfər də öldü. Hə, yəni saya baxanda 70 nəfər özdə Peyğəmbər. Amma bizdə elə var, deyir, dəvət tutarıq. Avam, yaxşı. Sonra 3-cü qayda deməli, 5-ci qayda. İkinci qüvvət, qüdrətin çatmalıdır. Üçüncü, yəni qüvvətin qədər şey eləməlisən, deməlisən. Üçüncü, adil olmaq. Dördüncü, kimi dəvət edir, onun halını bilmək. Nə vəziyyətdədir, hansı xəstəlikdir bunda. Təbii ki, hidayətdə olmayan ruhən xəstədir. Adam ki, hidayətli deyil, o ruhən xəstədir. Arzudur, ruhən xəstədir. Biz onun xəstə kimi baxmaq lazımdır. Baxmara, bədən cəhətindən də sağlam olsa, ruhən xəstədir. Yaxşı, deməli, neçənci dindir? 5. Həmçinin bilməlidir o məsələdən ki, tutaq ki, danışacaq onunla, o şeyi bilməlidir. Bilməlidir o məsələ şəriətdə hansı yeri tutur. Yəni, bu doğrudan, yəni, alim olmaq lazım dəvətdə, hə. Bu daha doğrusu şeyx, yəni birinci qaydaya oxşayır biraz. Yəni, rükündür ya, yox, belə. Hə, belə, yəni bu məsələdən. Bu məsələ vacibdir, müstəhəbdir, rükündür. Bax, bunu bilmək lazım. Məsələn, tutaq ki, gördün ki, biri girdi içəri, təhiyyə məscidi qılmadı, oturdu. Sən də gəlirsən buna deməyə. Görürsən, dostun da sözün keçər, tanışdır. Gəl deyirsən ki, mənə inciməz və fitnə də zad olmaz. Gəl, mən bunu deyirəm. Deyirəm ki, qalx, 2 rükət namaz qıl. Çünki namaz qılaq fərzdir. Yox, mən düzgün demədim axı. Fərz deyil, müstəhəbdir. Gerək, dəvət eləyən adam həmçinin bu məsələləri bilməlidir. Nə fərzdir, nə müstəhəbdir. Xüsusən nə isə dəvət eləyirsən.
Aydındır. Sonra həmçinin neçəli şərt oldu? 6. 6-cı deməli biz qeyd etdikdə qadir olmalıdır. Yəni qadir olmalısan, qüvvətin olmalıdır. Bu hər məsələ aydındır ya. Yəni qüvvət hər məsələ həmçinin cihad eləməyi də. Baxmayaraq müsəlman həmişə cihaddadır. Həmişə. Sələf cihaddan danışanda bir tərəfli danışmayın. Sələf cihad deyəndə çox mənalı deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mücahidu mən cahədə nəfsəhu. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mücahid odur ki, kim nəfsi ilə cihad edir. Nəfsi ilə mübarizə falan mücahid adlandırdı. Cihad adlandırdı Peyğəmbər sallallahu əleyhi və səlləm. Cihad. İndi deyirsən, nəfslə cihad edirsən, istizə edirlər. Subhanallah. Onu görsən, istizası dəlildir ki, o nəfslə cihad eləməyib. Aydındır. Çünki nəfslə cihad eləyən istizə eləməz. Nəfslə cihad eləyən qeybət eləməz. Nəfslə cihad eləyən nəmanlıq eləməz. Nəfslə cihad eləyən bilmədiyi şey danışmaz. Bu hamısı əlamətlər nədir? Onlar o cihadda eləmiblər. Keçiblər ixtira olunmuş yuxu cihadına və lakin sonda görürlər ki, qırmızının arxası boş deyil. Aydındır. Çünki məsələn, görürsən o gedir məsələn, biri var o İspaniyada. O qırmızını tutur. Öküz də qaçır ki, onun üstünə. Elə bilir ki, nədirsə o, Allahdır lakin. O da şuardır. Allah'ın bir dənə qoyub qırmızıya daha boşa çıxdı. Görür ki, arxada heç nə yox imiş. Hamısı boş şey. O da hələdir. Bunu deyirsə, bilən adamlar. Hansı ki, o şeyləri ki, uşaq-muşaqlar danışırlar indi. O şeylər onlar biləndə, biz biləndə. O uşaq-muşaqlar hələ uşaq-muşaq idi. O şeyləri biz biləndə. Onlar iddia etdikləri biz bilirdik. Özdə onlardan da yaxşı hələ o vaxtı. Necə lazımdır. Aydındır. Lakin indi gəlib uşaq-muşaq oxuyurlar, deyirlər, nə danışsın ha? Əşi yox, nə danışsın? Medinə iş nədir? Bəs nə var? Hara nədir? Hara? Neysə, İngiltərə, bəli. Çünki onların mərkəzləri hamısı Angliyadadır. İngilislər icazə veriblər, işimizi görün. Onlar İngilislərə kömək edir. O cür fikirdə olanlar əslində müsəlmanlara qarşıdırlar. Fikir və harada onlar var, İslamı sıxıblar. Harada onlar var, bax məsələn Özbəkistan. İxvaniyyə təriqətlərindən biri Zəlalət əhlinin Hizb-ı Təhrir yolu orada yayıldı. Nə edilər? Saqqal saxlama olmaz. Bir dənə məscidin imamlarına icazə verir, o da xətkeşlə ölçürlər ki, ondan artıq olmaz. Subhanallah. Taxsir müsəlmanlardadır. Taxsir müsəlmanlardadır. Və ya məsələn, başqa yer. Məsələn, Dağıstan. Qapıdan içəri girəndə sağ ayağına görsələr ki, sağ ayağa fikir versən ki, sağ ayağına girsən, Bismillah və salatu və salam və Rasulullah zikir duasını, o sağ qutardı. Adın düşdü kağıza. Təsəvvürlə. Daha barmaq zat, daha saqqal zat. Taxsir ki, müsəlmanlarda. Taxsir müsəlmanlardadır. Avam müsəlmanlar düşüblər, deyiblər ki, biz bilirik uşaqlar. Gəlin arxamızca. Avam hamısı həlaka. Kim olan qanunun cavabını verəcək? Ölənlərə kim cavabını verəcək? O fitva verənlər var ne? Hamısı qaçdı. Hamısı qaçdılar, gördük olar, qaçdılar hamısı. Uşaqlar. Özəl dedilər, biz çaşmışıq, biz boş şeymiş. Biridir ki, kitab yazacaq. Bizə şey öyrədilər.
Elə bilirlər ki, biz qafili heç nədən başımız çıxmır. Yoxsa dünyada, haralarda vəziyyət necədir, bizim xəbərimiz yoxdur. Yenə deyirəm, biz hələ şeylər biləndə və s. O belə. Deməli, ən birinci həmçinin qüvvət geri olmalıdır dəvəti mütləq. Həmçinin qüvvət cihadın şərtlərindən biridir və biz daima cihaddayıq. İnsan daima cihaddadır. Nəfsini qoruyursan ki, günahdan o cihaddır elə. Və ən ağır cihaddır. Belə vəziyyətdə elm öyrənib dəvət edirsən, o cihaddır. Allah subhanətələ böyük cihad alandırır. Furqan surəsi 52-ci ayə. Alim fikri də öyle İbn Teymiyyə İbn Qeymin. وَجَاهِدْ بِهِمْ جِهَادًا كَب۪يرًا Oxu bir dənə, Furqan 52-ni. Onlarla böyük cihad elə. Böyük. Böyük adlandırdı. Ona görə İbn Qeym, İbn Teymiyyə və qeyri sələf alimlər deyirlər ki, subhanallah, elmlə, dəvətlə cihad, döyüş cihadından əfzəldir və xeyirlidir. Məkkə ayəsi. Bəli. Özü də İbn Teymiyyə, İbn Qeym bu söz asan deyir. O vaxt ola bilərdi, o vaxt xilaf, xəlifə var idi, cihadın olan şərtləri vaxtı. Ancaq xəlifə var idi və s. Bu kəlmələr onda səslənir. Bu mədənələr demir. Amma indi oyuncaq döyüşlərində qəbul olunmur. Hansı ki o vaxt, hansı ki xəlifə var idi və s. Şeyxlər deyirlər ki, elmlə cihad, dəvətlə cihad, döyüş cihadından əfzəldir və xeyirlidir. İbn Qeym və İbn Teymiyyə və s. İndi kimsə gəlib deyir ki, o alim fikridir. Nə olsun alim fikridir? Laf tutaq şahı yoxdur, nə olsun? Alim fikri nədir sən üçün? Yəni, heç nədir? Oxu bir dənə, Furqan 52-ni. Kafirlərə itaət etmə Bəli. və onlara qarşı böyük bir cihad et. Bəli. Məkkə ayəsi surəsi. Bu Məkkə surəsidir. Yəni, kafirlərə itaət etmə. Yəni, onların sizinlə qulaq asma. Tabi olma onlara. Və onlarla neynə? Böyük cihad elə. Və orada da böyük cihad nə idi? Yəni, dəvət idi, elmin əsasən. Ona görə müsəlman həmişə cihaddadır. Həmişə. Dəvət özü cihaddır. Aleykümselam. Dəvət eləmək özü cihaddır. Elmlə elm öyrənmək özü cihaddır. Əlbəttə. Nəfs əmmaratun bisu. Albani, Şeyx Albani qəzetində qulaq asırdım. Deyir, bu saat müsəlmanlar nəfslərlə cihad eləməlidirlər. Nəfslərlə. Bəli. Nəfs, yəni istəkdə insanda olan necə deyim onu sənə? İstək. Yox, ruhdur. Bədənə də nəfs keçirdə yox. Demək olar onu da. Bəziləri ruhla birləşdilər, bəli. Lakin fərq var. Ruhun çünki hüsası yaşatmaq üçün ancaq. Amma nəfs o istəyici zaddır. O məsələn, bəziləri deyirlər o nəfs, yatanda məsələn çıxan nəfsindir. Amma ruhun qalır. Və sonra Allah var belə məsələlər şey eləyənlər. Əlbəttə, dəvət elə, lakin bildiyin şeyi. Bilmədiyin şeyi, məsləhət öyrən, sonra dəvət. Heç kəs sənə demir dəvət eləmə. Dəvət elə. Və lakin savadlı surətdə bir gələndə danışırsan. Çünki sən dindən danışırsan. Xəta eləyərsən, onlar eləyərlər xəta, sən cavab verirsən qiyamət günü. Çünki hər dənə söz çıxdı, qutardı. Məsuliyyət daşısan qiyamət günü. Nə danışıramsan burada? Qiyamət günü məsuliyyətlə daşıyıram. Sonra şeyx buyurur ki, rəhməlullah, neçənci qaydadır? 6. Həmçinin neçənci qayda? 6. 6-cı qaydalardan da biri dəvətdə gərək nəyi ki bir münkər və ya bir şey görürsənsə, onu inkar eləmək üçün gərək biləsən ki, o doğrudan da münkərdir. İxtilaflı deyil, ixtilaflı məsələ deyil.
İndi şərh edəcəm, nə deməkdir? Məsələn, görürsən ki, biri rükudan sonra əllərini qalxdı, tutdu, bağladı yenə. Rükudan qalxanda. Sənsə əlləri aşağı salırdın rükudan qalxanda. Etiraz eləmə buna. Müttəfiq olmasa da alimlər ixtilaflıdır, yəni bəzilə icazə verir. Aydındır? Ona görə bu münkar deyil. Yəni o məsələlərin inkar eləməlisən ki, ittifaq var. Amma o məsələlər ki, müxtəlifdir, yəni bəzilə icazə verib, bəzilə qadağanlayıb, o məsələlərdə şiddətli olma, inkar etmə. Fəqət araşdır, onunla bir yerdə və s. Aydındır? Məsələn, sünnəti gördük, bitirir, mərrəfə oxşadır, bunlar necədir? Həmçinin bu məsələdə də münkar deyil. Vallahi ki, bu məsələ aydınlaşdır, nəsiyyət ilə bir də şey, yəni araşdır yenə. Araşdır yenə, göstər dəlilləri və s. Həmçinin deməli, neçənci qayda? 7-ci qayda dəvət eləyən adam gərək nəyədənsə inkar çəkindirir və ya nəyəsə əmirləyir, gərək birinci özü eləsin. Yəni sən, tutaq ki, biri əuzu billah nəcis içir, məsələn, araq. Gəlir, deyir ki, o birisində araq içmə. Necə yəni? Mən özüm, əuzu billah, biri araq içir, məsələn, deyir ki, məsələn, o birisində araq içmə. Və ya biri namaz qılmır, o birisində deyir ki, namaz qıl. Sən düz eləmədin. Dəvəti düzgün aparmadın, hikmət eləmədin. Çünki sadəcə birisi namaz qıl, sonra elə. Ona İbn-i Cəvzi rahiməhullah qulu olur bunun. Qulu yox, köməkçisi yəni evində, xidmətçisi. Gəlib buna deyir ki, bir dənə dostu olur bunun, o da başqasının evində xidmətçilik eləyir. Lakin sahibi buna əzab əziyyət verir. İbn-i Cəvzi yanına gəlir, deyir ki, İbn-i Cəvzi, Alləmə, sən bəs filan məsciddəsən, imam. Mən sahibim, sənin məscidə gəlir cümə namazına. Bir daha bu qullara rəhimlikdən danış da. Zəiflərə rəhm etməkdən və s. xidmətçilərə hörmət etməkdən. Deyir, yaxşı danışa. O adam da gedir, həmən xidmətçi gedir, həmən cümə İbn-i Cəvzinin məscidinə. Öşdür xütbə görür ki, başqa mövzuda, tamamən, heç demədi ondan. Deyir, heç namaz, gözləyim gələn cüməni. Gələn cümə olur, yenə gözləyir. Görür ki, yenə danışmadı. Neysə, bir neçə cümədən sonra danışır, sahibi gəlir, deyir, üzr istəyir ondan, halallıq istəyir, deyir, gel, daha özüm eləyəcəm, nə var? İstəmirəm səni də. Bu da gəlib, ana təşəkkür edir zat, deyir ki, bir şey başa düşmədim. Neysə, o saat demədim, mən neçə cümədən sonra keçdim. Deyir ki, mən özüm xidmətçisi var idi. Mən ona halallaşdım, razı saldım onu, ona buraxdım. Sonra danışdım. Necə yəni, mən özüm xidmətçi ola cəmaat dedim ki, cəmaat, belə eləyin, belə eləyin, belə eləyin. Birinci özü tətbiq elədim, sonra dedim. Ona dəvət eləyən adam gərək, nə isə deyirsə gərək birinci özü eləyə. Aydınmı? Bu da dəvətin şərtlərindəndir ki, əgər salamat sən sənin dəvətin alınsın, Allah da o adama hidayət versin. Aydındır? Sonra burada Şeyx Rahiməhullah deməli deyir ki, bəs Rahiməhullah həmçinin dəvət neçənci oldu? Dəvət elən 8-ci şərtlərindən də biri səbirdir. Dəvət elən adam gərək səbirli ola. Yəni dəvət elə qəbul etmədi, birdən qutardı. Məsələn, dava eləmək və s. Düzgündür. Dəvət eləyən adam gərək səbirli ola. Çünki dəvət eləyəndə adamlar cürbəcür ola bilər, səni söysünlər. Ola bilər, səni vura bilərlər və s. Səbirli ol, səbir et. Aydındır. Və var, məsələn, görsənlərdən neysə, bax, belə. Aydındır. Və məsələn, səbirdən, dəvətdə səbirdən yaza bilərsən Məryəm surəsin 42-dən 46-ya can 42-dən 46-ya can dəvətdə səbirli olmaq Məryəm surəsi oxu bir dənə 42-dən 46-ya can oxu ya əvəti limə tə'budun mə lə yəsmə və lə yubsur və lə yuxni ankə şeyə
O bir zaman atasına belə dedi. İbrahim aleyhissalam. Atacan, nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda, zərər verə bilməyən bütlərə ibadət edir? Atasının dəvət ilə oturub başı salır, ya ata, fikir ver, ağlı dəlil gətirdi Peyğəmbər. Eşitmir, görmür. Ne üçün ona ibadət? Əgər o işitib görmüşsün, nə iş eləyirsən, hə? Nə deyil? Atacan, həqiqətən sənə gəlməyən bir elm mənə gəlmişdi. Hə. Yəni sən bilmirsən, lakin mən artıq bunu bilirəm. Allah tərəfindən gəlib, hə? Ardımca gəl ki, səni doğru bir yola çıxardır. Məni tabi ol, hə? Düz yolda olasın, hə? Atacan, şeytana ibadət etmir. Hə, çünki sən ibadət etdiyin şeytandır. Daha demədi bütə. Dedi şeytana. Hə? Həqiqətən şeytan rəhmana çox asi olmuşdur. Bəli, asidir, bəli. Uzaqdır rəhmətindən. Həmçinin o ibadət edənlər də Allahın rəhmətindən uzaqdır. Əgər o Allahın rəhmətindən uzaqdırsa, gör ona ibadət edənlər necə, hə? Atacan, qorxuram ki, rəhmandan sənə bir əzab toxunsun. Atadır. İnsan ən birinci öz yaxınlarına gəlir dəvət edir. Aydındır. Öz yaxınların qorxur. Atası cəhənnəmə düşər, hə? Və beləcə şeytana yoldaş olasan. Yoldaş olasan, cəhənnəmdə. Oturub onunla nerede oynayasan və s. Cəhənnəmdə. Lakin odlarından olacaq şaşkilərin. Bəli. Aha. Hə. Dedi, ya İbrahim. Ha, gör atası nə deyir? Sən mənim tapındığım tanrılardan üzümü çevirirsən. Aa, qəbul etmədi. Əgər son... Dedin də, sən necə yəni, ham oraya gedir. O gün keçən biri Kalaskıda gəldi, sonra futbol oynadı. Və s. ham oraya gedir, nə danışsan? Sən üz döndərsən, aa, sən deyəsən filan mesleği yəsən. Oxey. Əgər son qoymasan, Əgər son qoymasa, yəni qutar bunu. Bu sözü demə. səni mütləq daşqalaq edəcək. Daşqalaq eləyəcək, qoyacaq səni. Hə. Bir müddət məndən uzaq ol. Hə. Hə. Bir müddət Məndən uzaq ol. hə, bir müddət məndən uzaq ol. Hə, sonra 46-nı qutardın, hə? Sonra Ənamı oxu. Yox, başqa ayələrdir. Deyəsən, oxu, 47 davam eləyir o. Hə, oxu bir dənə. İbrahim belə cavab. Hə, İbrahim əleyhissalam gör nə dedi? Sənə salam olsun. Hə, gəlsin, salam. Hə, sən kafir oldun, qutardı. Sən öldürmək lazımdır. Mən Demədi. Rəbbimdən Salam, yəni sülh, yəni əlaqə, lakin yaxşı idi. Hə. Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. Allah. Hə. O mənə qarşı çox mehribandır. Hə, bəli, bəli. Həmçinin Ənam 74, Ətəxuzə asnamən əlihə, inni araka və qovmaka fi daləl mubin. Bəli. Yox, qovmu. Fəqət görüşmək istəmir bir müddət. Yəni, bir müddət mənə danışma, yəni o manada. Şeyhlar, sən İbrahim Aleyhisselam arxasında bir Allah bilmirəm. Bilmirəm. Sonra şeyh buyurur ki, rahiməhullah, وَيَرَوْنَ إِقَامَةَ الْحَجِّ وَالْجِهَادِ وَالْجَمْعِ وَالْأَعْيَادِ مَعَ الْأُمَرَاءِ أَبْرَارًا كَانُوا أَوْ فُجَّارًا. Sonra şeyh buyurur ki, həmçinin onlar həcci, cihadı və bir toplantını, bayramları əmirlərlə görürlər. Yəni, əmirlər başçılığı ilə. Baxmayaraq, əmir istəyir yaxşı olsun, istəyir fasıq olsun, facir olsun. Yəni, əhl-i sünnə və cəmaa. Yəni, əhl-i sünnə və cəmaa əmirsiz görməzlər. Həm həcci, həm cihadı, həm bir toplantını, yəni böyük toplantını, həm bayramları. Bax, belədir. Əhl-i sünnə və cəmaa yolu budur. Və burada deməli, Şeyh Rahiməhullah deyir birinci həcci. Həcci necə Peyğəmbər salsa həccə Təbuk döyüşündən qaydandan sonra həccə yığdı cəmaatı, dedi gedin həccə. Özü gedmədi, özü gələn il getdi. Və Əbu Bəkir əmir qoydu. Çünki səfərdə axı. Səfərdə əmir qoyma olayı, hər məhəllədə yox. Özə biyyət eləmək, o əmiri də düzgün başa düşümləri. Məhəllə əmirlərini biyyət eləmək lazımdır. Və lakin
Lakin məhəllə milləri düzgün deyil. Deməli, o şey yoxşurlar dükanlara, o mini marketlər. Bir daha market çıxan kimi böyük, sonra hər məhəllədə görsən mini market, hər şey yoxşur, dəb düşür, belə yayılır. Deməli, həccə Təbukdan qaydanda Peyğəmbər salsan göndərir həccə və Əbu Bakır əmir qoyur. Lakin Təbuka bir dənə sahabi çıxmamışdı. Kim idi o? Əli radiyallahu anh. Yox, gözləğına çıxmadı. Dedi ki, çıxma, sən qal. Əmir tayinlədi Mədinəyə. Lakin o dəlil deyil ha, o xəlifə olmalıydı. Çünki ondan qabaq Osmanlı da təyinləmişdi, məktubu 10 dəfə. Aydındır? Bu vaxt Əli ibn Əbi Talib istəmədi. Dedi ki, ya Rasulallah, mənə arvad uşaqla qoysan, çünki bütün kişilərimiz çıxanmışdı. Məndə qalmışdı arvad uşaq, qoca bir də münafiqlər. Ona görə Əli ibn Əbi Talib da ağladı. Dedi ki, mənə arvad uşaqla qoysan. Rasul salsan o təskinliyi vermək üçün dedi ki, məyər istəməzsən ki, mənim yanımda necə Harun Musanın yanındaydı, həll olasan? Harun əleyhissalam Musanın yanındaydı. İstəməzsən, sən də olasan. Və lakin məndən sonra Peyğəmbər yoxdur. Əlhamdülillah, bunun yaxşı ki, dedi. Yoxsa deyərlər, Əli ibn Əbi Talib Peyğəmbərdən sonra şey olmalıdır, Peyğəmbər. Və lakin o, yenə dəlil olmalıdır. Çünki Harun Musa əleyhissalamdan qabaq artıq ölmüşdü. Aydındır. Və Rasul salsan onu təskinlik vermək üçün Əli radiyallahu anhaya, möminlərin əmirinə ki, peşman olmasın Təbuk döyüşünə çıxmamaqdan. Döyüşə. Sonra qaydandan sonra, lakin burada Əli ibn Əbi Talib əmir üçün təyin etməmişdi, yəni ki, ondan sonra xəlifə olun. Çünki əgər əmir olsaydı artıq ki, ondan sonra, çünki Peyğəmbər sallallahu Təbukdan sonra gələndən sonra həccə yolladı müsəlmanları və əmir qoydu kimi Əbu Bakr. Əgər artıq onu əmir təyin etmişdirsə, deyərdi ki, hələ əmir Əli olsun da. Yox, dedi Əbu Bakr. Sonra xəstələndə dedi, deyin Əbu Bakra imam deyansın. Çünki onda xəlifə deyanırdı imam. Rasul sallallahu aleyhi ve sellem, bir dənə xəlifə. Lakin bizdə bu məsələdə müşkül yoxdur, aydın hər şey. Sonra şeyx buyurur ki, yəni mütləq həcc üçün əmir olmalıdır. Lakin o əmir istəyir mömin olsun, istəyir fasik. Əsl onu müsəlman olsun. Lakin fasik də olsa, əmirlik ola bilər. Və Peyğəmbər salsan çox deyib hədislərində və məsələn biri də məşhur olandan lap biri Həbəşi gəlsə də hansı ki saçı dağınıq belə, yəni gözəl olmayan, eybəcər təyin olunsa tabi olun, qulaq asın, tabi olun. Amma Allahın hökmü ilə hökm verməsə bu sual yaxşı sualdır. Özdə indi lazım idi bunu demək. Allahın hökmünə verməsə baxırsan, necə İbn Baz alimlər deyib, əgər desə ki, bəli, Allahın hökmü heç nədir, başqa hökm Allahın hökmündən əfzəldir və s. o kafirdir. Və deməsə, desə ki, məsələn, ya Allahın hökmünə hökm vermirsə ki, qorxur və ya gücü çatmır və çünki biz dedik ki, Allahın hökm vermək lazım gücün çatan qədər. Gücün çatmırsa, sənə tabi, yəni vəcbur deyilsən. Əgər Allahın hökmünə hökm vermirsə, lakin etiraf edir Allahın hökmü, lakin tənbəlliyindən, gücü çatmağından, qorxmağından eləyirsə kafir deyil. Aydındır? Necə məsələn, Nəcaşi. Nəcaşi kimdir? Bilsəydin... Padişahdır da. Həbəşistanın. Həbəşistan Peyğəmbər salsan vaxtında. O xaç da asmış deyə hələ də öldü. Allahın hükmünə hökm verdi. Sən baxsın cənazəsini. Verdi Allahın hükmünə hökm. Yox. Kafirdir. Yox. Çünki Peyğəmbər salsın nədir öləndə? Dedi, çıxın, qılaq, cənazə nazı, qardaşımız ölüb.
Peyğəmbər sana kiminsin namaz qılıbsa inşallah şəfaət olsun, qutardı. Ha? Kafir oldu? Yox, deməli, Allahın, insan var, Allahın hökmü. Həm də bilirsiniz, bu Allahın hökmü. Allahın hökmü deyəndə o demək deyil, bu hakimə aiddir. Hamımıza aiddir. Hamımız gərək Allahın hökmünü hökm verək. Lakin bacardığımız qədər. Əgər mənim gücüm çatmırsa Allahın hökm verməyə, gücüm çatmır, hökm verəmirəm. Öz aləmdən bax. Bəli, hər kəs aiddir bu ayə. Məsələn, həmçinin Allahın hökmü deyəndə, həmçinin Peyğəmbər burada daxildir bura. Allah və Peyğəmbər sallallahu aleyhi ve sellem. Məsələn, biri danışır Allahın hökmündən, sünnədən uzaqdır bu adam. Nə qədər sünnə hesablasaq, nə qədər sünnətdə eləmir. Artıq sən Allahın hökmünə hökm vermirsən. Danışan özü Allahın hökmünə hökm vermir. Aydındır. Danışan özü öz ailəsində Allahın hökmünə hökm vermir. Danışan özü onda o birisilərin dediyində zarurətdir. Onda hakimlər, müsəlman hakimlərmiş kafir deyirsən. Dini onlar da belə eləyir, zarurətdir. Elə deyil. Əgər sən sünnəti tərk edirsən və ya ayələri tətbiq eləmirsən, hələm onlar Qurana müxalifdir, hələ adamlar. Qaldı sünnətə. Məsələn, bilmədiyi şey danışmaq Allahın hökmünə hökm verməməkdir. Qeybət eləmək Allahın hökmünə hökm verməməkdir. Aydındır? Və s. və s. Oturub danışsaq biz ancaq Qurandan elə. O danışanların çoxsa Allahın hökmündən bilmirlər hökm nədir. Hələ onlar Allahın hökmünü özləri pozurlar. Nə qədər? Və özləri Allahın hökmü verə bilmirlər. Və bəhanirlər, deyirlər zarurət. Əgər sən balaca deməli qarışqa boyda əgər zarurət görürsənsə, onda böyük adamlar da zərurət görür. İndi bu saat müsəlmanlar o vəziyyətdə deyirlər ki, Allahın hökmünə hökm versinlər. İndi müsəlmanlar bacardığı qədər Allahın hökmünə hökm verməlisən. Özü hakimlər də çox danışmıyor. Məsləhətdir. Müsəlman kişinin gözəlliyi ondadır ki, ona aid olan şeyi danışar. O ay sən deyir ki, sən aid olmayan şeylərə girişmə. Məsləhətdir. Birinci Allah qarşısında Allahın hökmünə hökm verməyəcəksən, girişəcəksən, Allahın hökmünə verməyəcəksən. İkincisi, bilmirsən. Çünki hakimlər görünmür. Bilmirsən. Ona görə biri bizim prezidentə bir də baxırdım, bir də məsciddə olanda dedi ki, inşallah gün olsun ki, o gün siz də gəlirsiniz, namaz qılsınız. Prezident dedi ki, sən adam bilsən ki, mən namaz qılmıram. Hə. Yəni, demək olmaz. Demək olmaz. Belə məsələlər girmə, məsləhətdir. Birinci, sözləri fikir ver. Dediyin sözləri hamısı cavab verəcəksən. İkinci də, belə faktlar çoxdur. Hələ mən tərifləmirəm heç kəsi. Mən fəqət deyirəm ki, adil olmaq lazımdır. Adil, şəriət necə deyib, o cür ol yine. O danışılan hakimə o adillik deyil. Eyb yayma olmaz. Laf duraq ki, biri hakimdə və ya alimdə eyb görsün, lazım deyil onu yaymaq. O, əhlüsünə alacağın xüsusiyyətlərindən deyil. Müsəlman. Aydındır. Ona əhlüsünə alacağın bəyənmir. Çıxışlar əmək və s. Xüsusən hakimlərdən. Nümayişlər və s. Əhlüsünə alacağını bəyənmir hər şeylər. Fəqət imkan düşsə nəsiyyət elə. Budur. Düzgün yol, şəriət yolu. Amma başqa yol düzgün deyil, Quran sünnənə. Həmçinin dua eləmək. Allah kömək eləsin, Allah hidayət versin. Allah Əhməd deyir ki, mən bilsəydim ki, bir nəfər qəbul edəcək, bir də duam qəbuldur, hakim üçün elə. Həmçində bir də baxırdım, deməli, prezidentin çıxışlarından birinə o Dağüstü Parkda idi. Orada biri müxbirlərdən soruşdular ki, bəs kimisə heykəlin qoymaq? Dedi ki, bir söz, ümumiyyətlə heykəl müsəlman aləmində yəni bəyənilmir. Yəni təsəvvürlə, İslamdan söhbət gelmirdi. Yəni, mən özüm belə baxdım, təəccübləndim. Hə, yəni biri kimsə sual verdi ki, bəs heykəl qoymaz. O dedi ki, bir söz, heykəl qoymaq ümumiyyətlə müsəlman aləmində bəyənilmir. Və mən heç nə demirəm. Sən bir dənə get Türkmənistana, sonra gəlib deyəcəksən, bizim prezident kimi prezident yoxdur dünyada.
Atasının, babasının heykəllərin, nənəsinin ayları da dəyişdi. Yanvarı qoyub tükmən, sonra əlimdən, sonra nə, anasının atı fevral. Yəni, bizim prezident yaxşıdır. Bizim ölkə də yaxşıdır. Və dəvət də yaxşıdır. Bəzi qardaşlar düşürlər, bəzi qüvvələr altına, hər şeylər girişmir, məsləhətdir. Şeyx Məclisin imamı əmri Həm də naşükür olma. Şükür elə. Sən bilgirən ki, bəzi ərəb ölkələrində belə məscid yoxdur. Türkiyənin önündə budur. Sən şükür elə. Hətta ərəb ölkənin. Ona görə sən şükür elə. Allah Subhanahu buyurur ki, Ləin şəkartum lə əzidən nöküm. Biz heç kəsi müdafiə eləmirik. Biz müdafiə eləyirik haqqı. Quran, sünnə necə deyib? Aydındır. Ona görə belə şeylər girişmə. Dua elə. Dua. Müsəlmanlara dua elə. Müsəlman rəhbərlərinə dua elə. Müsəlman ölkələr üçün dua elə. Ən salamat budur. Budur müsəlmanın gözəl xüsusiyyətlərindən biri. Lakin o xavaricdən yoludur. Xavaricdən yolu İxvan-ı Müslimin, zəlalət əhlinin, 20-ci əsrin bəlası, 20-ci əsrin bəlasıdır müsəlmanlara. O vaxtdan İslam zəifləyir. İslamı qoymurlar qalxmağa. Harada İslam çoxalır, girirlər İxvanlar, İslamın qabağını alırlar. Zərbə vururlar İslama. Aydındır. Ona görə o Angliyada bir 5-6 ilin söhbətidir, yığışmışlar bir konferansda. İslamda ən təhlükəli firqə hansıdır? İngilislər istər dedilər ki, təyin eləsinlər. Çünki onlarda institutlar var axı, gecə gündüz işləyirlər. Hə. Dedilər ki, baxdılar hansı olardı? Hə? Yox. Cəmaat təbliğ, cəmaat təbliği. Dəvət cəmaatı. Təbliğ cəmaatı. Hansı ki, yorğan dökülən götürüb gelirlər, o məscid sənin, bu məscid mənim. Allah bilir, bunlar heç nədir. Amma ən təhlükəli olardı. Ne üçün? Çünki heç nə demirlər, dəvət edirlər. Özü bunlara qabağını ala bilmirlər. Gəlirlər küçələrdə də tutur ingilisləri, İslamı dəvət edir, gətirir məscidə. Heç nə demirlər. Və Avropada nə qədər müsəlman olub, onlar səbəb. Bax, belə düzdür, bidətçilərdir, biz onlara yox, onların tutduğu yola pis baxırıq. Yəni necə, dəvəti yox. Lakin o yolda ki, qaydalar qoyublar, özlərindən qoyublar, biz ona pis baxırıq. Amma yoxsa onlar bilsən nə edirlər, yəni. Amerikada, Avropada. Elə yerlərə gediblər, Novi Zelandiya və s. və s. Heç ora bir yerə kölə biz adını eşitməmişik onun. Adalara. Gedib orada dəvət edirlər hamı. Biz dedik ki, bu radikallığa zad edəcəklər. Yox, onlar olan dostudur. Ona görə. Aydın da ona görə nə üçün İbn Laden tutmurlar? Çünki olan dostudur. Sərf edir onlara. Onlara sərf edir. İbn Laden onlara sərf edir. Zəlalət əhli. Xəbith. Onlara xeyr edir onlara. İslamın düşməni. Sonra Şeyx Rahiməhullah buyurur ki, 8-dən qutardıq deyəsən. Qutardıq. Hə. Sonra şeyx buyurur ki, Əhlüsünnə vəl Cəmaət xüsusiyyətlərindən biri də və yədinunə bin nasihəti lil ümmə. Və həmçinin Əhlüsünnə vəl Cəmaət ümmətə nəsihət edir. Bu da olan xüsusiyyətlərindəndir, möhtərəm müsəlmanlar. Olan xüsusiyyətlərindən. Fəqət mən sizə işləmirəm. Fəqət düzgün başa düşün məsələni. Oxuyun. Oxuyun. Tələsməyin. Elmi də alın bilənlərdən. Və inşallah siz görəcəksiniz. O hamısı o boş söhbətlərdir. Biz bilirik olar kimdir, kimlərdir, harada ölünə, kim onların olan müəllim olub, kim onlara kömək eləyib, kim onlara gətirib bu hala çatdırıb və s. və s. Fəqət o uşaqlardır çoxsu danışan. Çünki görməyiblər, o da uşaq olublar o vaxtı. Gəlbilər, indi elə bilirlər ki, hər şey belə idi. Hə, bu ilməsi var idi da. Hə, nə olsun? 10.000 nəfər, nə olsun? O görməyib belə şeylər. Əvvəldə olmayıb dəvətdə. Aydındır, ona görə. Əziyyət çəkmir bu dəvət üçün. Ona görə uşaq-muşaqdır danışaq. Ona görə uşaq-muşaq deyirik. Uşaq-muşaq ya dəli, ağıldan kəm, ya da Allah bilir. Ya da Allah bilir.
3 dənə onlara diaqnoz qoymuşuq. Ya uşaq, ya dəli, ağıldan kəndi, yəni çoxsu o fikirdə olanlar bir dənə fikir verin, ağıl çatışmır. Ya da yuxudadır. Ha, yox, yuxu o başqa. Yuxu o vəsairanın içindədir. Vəsair içində bəlkə 100 dənə şey var. Hər şey ola bilər, ehtimal. Aydındır, buna ancaq aqillər başa düşər. Bəli. Nisa 59. Hə. Yəni, əmr sahibi yəni müsəlmanlara. Müsəlman da nədir? Kim nə qədər bacarır? Yəni, müsəlman odur ki, o demək deyil ki, biri əgər müsəlmandırsa, Allah və Rasuluna gedmirsə, o kafir olmur. Çünki kafir olmaq üçün, bəli, insan kafir ola bilər. Ola ki, kafir olmaq üçün gərək açıq aydın dəlil olmalıdır. Açıq aydın dəlil. Və həmçinin gərək o küfrü onun açıq olmalıdır, aydın. Və həmçinin gərək dəlil olmalıdır o küfrə. Yoxsa kafir deyəməzsən. Elə deyir. Çünki onlar xavaricdən ki, yolunu tutublar. Aydındır, xavaricləri. Çünki xavariclər hər böyük günah sahibinə kafir deyirdilər. Bir dənə günah elədin, kafirdir. Ona görə onlar xavaricdən yolundadırlar. Ona görə onlara xavaric deyəndə, yəni bu cəhətdən. Fəqət bəzi şeylərdə ki, Allahın hökm məsələsində şirtməkləri. Təsələ Əli ibn Əbi Talib etdilər ki, Allahın hökm vermədi. Və başqalarında necə? Küfür, biri günah eləyib, kafir, müsəlmanları öldürməyi. Hamısı xüsusiyyətlər var onlarda. Ona görə, mülkə məcusi idi, bəli, kafir. Deməli, xüsusiyyətlər var. Ona görə xavaric deyəndə, lakin əslində xavaric deyil Allah. Xavaric əslində belə, girəzlər deyirlər ki, bizə xavariclər. Siz xavaric deyilsiniz ki, siz oxşuyursuz xavariclərə. Aydındır, xavaric əslində yaxşı idi. Xavariclər qurra hafiz idi hamısı. Bəzi alimlər onları deyirlər qurra, qarilər. Xavariclər yox. Çünki hafiz idi, hamı hafiz idi. Aydındır. Lakin bizim xavaricdə Quran oxuyamır çoxsu. Siz Quranı öyrənin. Oxşuyursunuz xavaricə. Xavaricdə oxşuyursunuz. Amma əslində siz ixvansınız. Cihad təşkilatı, hansı ki Britaniyada təşkilat mərkəzi və sururilər və qutbilər. Çox adlarımız var. Sonra şeyx buyurur ki, rahiməhullah, وَيَعْتَقِدُونَ مَعْنَ قَوْلِهِ sallallahu aleyhi ve sellem və onlar etiqad edirlər Peyğəmbər sallallahu aleyhi ve sellem sözün ki, mömin üçün, yəni həmçinin xüsusiyyətlərindən də əhl-i-sünnə və cəmanın. Onlar bir-birinin arasında bina kimidirlər. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu, mömin üçün bina kimi misalındadır. Və sonra iki əlində sıxdı bir-birinə və göstərdi ki, belə. Bu da əhl-i-sünnə və cəmanın xüsusiyyətlərindəndir. Və şeyx burada, yəni nəsiyyət deyəndə, şeyx Peyğəmbər sallallahu hədisinə toxunurdu. O da hədis deməli Muslim rivayət eləyib. Muslim, Peyğəmbər sallallahu buyurub ki, din nəsihətdir. Dedi, kimlər üçün? Soruşdular, yazdılar, kimlər üçün nəsihətdir? Dedi ki, Allah üçün, Peyğəmbər üçün, onun kitabı üçün, əmir sahibləri üçün, müsəlmanların əmir sahibləri üçün, bir də ümumən müsəlmanlar üçün. Amma Allahın kitabına nəsiyyət necə? Yəni Allahın kitabından getmək. Allaha nəsiyyət odur. Allahın kitabından getmək, Quran nə deyib, onu eləmək, nədən çəkindirmək, ondan çəkinmək. Peyğəmbərin nəsiyyət, onu sallallahu aleyhi ve sellemə, onu tanımaq, onu axırıncı Peyğəmbər kimi qəbul eləmək, onun sünnətinə getmək, ona qarşı çıxmamaq, ona hədislərini qəbul eləmək və s. Həmçinin, sonra kim? Əmir sahiblərində, yəni müsəlmanları kim əmir sahibidir, ümumi və xüsusi də əmir sahibləri hansı ki, məsələn, əmirliklər var, cüzü də. Məsələn, tutaq ki, idarədir onun başçısı. Məsələn, evdir, ailənin başçısı. Və onlara da nəsihət, ümumən, onlara da nəsihət, yəni onlara qarşı çıxmamaq. Kafir olsa baxırsan, qüvvəyə, vəziyyətə. Aydınlarsa danışanda da həmsə, baxın, Anqliyada, Amerikada müsəlmanlar, onlar niyə? Onlar necə çıxsınlar oradan? Xaricdilər ki, xaricdə sözlərini görə əslən ayda yaşamaq lazımdırsa, yer üstə düzgün deyil. Aydındır, özlədilər kafir,
Lakin o ölkələrin pullarını özləri işlədirlər, özləri o ölkədə dolanırlar, özləri o ölkənin qanuna tabidirlər. Onlar əslində özlərini kafir sayırlar. Çünki bilmədiyindən danışılır ona görə. Bilməyən adam özün kafir eləyir. Elə çıxır ki, özü də kafir çıxır. Çünki onlar dediyi şey çıxır ki, artıq onlar özləri kafirdir. Öz onlar laf dəhşətindən. Çünki onlar bilirdilər, bunu eləmirlər. Laf dəhşətli kafirdirlər. Lakin biz demirik olar ki, kafir, biz deyirik 3 dənə qaydana. Aydındır, bəli. Deməli, sonra şeyx də sonra Peyğəmbər sallallahu deyir ki, bütün ümumən müsəlmanlara və ümumən müsəlmanlara da bir-birimizin arasında olan nəsihətdə, yəni xəta olanda, bir şey olanda cəmaatın arasında demək lazımdır, kimisə xəta olsa, çəkib qırağı onu nəsihət etmək və s. Aydındır. Bu əhl-i sünnə və cəmaanın xüsusiyyətlərindəndir.